Herkese yeni bir gündən salam qızlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. Günün işığı da bura belə gözəl düşmüşkən, dedim elə videonu da burada başlayayım. Bu arada qızlar, bu günlər 1 fevral hicab günüdür. Məni izləyən hicablı xanımlar varsa, onların bayramını təbrik edirəm. İnşallah ki, Allah bizi bu yola daim edər. Xanım Fatimə Zəhranın yolundan ayrı salmaz. Düzü yorumlarda yazmışdınız ki, stollar qəşəngdir, qaytarmayın qalsın. Amma biz yenə də qaytardıq, çünki ürəyimizdə deyildi. Tam o qədər də yaraşdıra bilmədik bura. Köhnə stollarımız yenə də meydandadır. İnşallah ki, görək ürəyimizdə bir şey tapıb yenə alarıq. Onları bu arada yoldaşım sədərəkdən almışdı. Elə qaytardıq. Hətta onları qaytaranda da bir problem yaşadıq. Yolda stollar gedəndə dəmirlərə cızılıb, ayaqlarında bizində elə olub. Nəsə o problem oldu. Ona görə də əlavə 70 manatda belə ziyana düşdük qaytardığımıza görə. Amma belə istifadə etməmişdik evdə. Yolda göndərəndə olub. Neysə, indi görək elə bura necə bir stol tapırıq. Qızlar, deməli Temudan belə bir şey almışam. Baxın, bu qabıyan maşını üçündür, belə keçirtmək üçün. Zamanla bu dəmirlər var, kraskası deyim də, belə soyulmağa başlayır da, yəni çox istifadə olunur illər keçəndən sonra. Amma bunlar isə onları qoruyur. Sırf onları qorumaq üçündür. Baxın, indi buraları keçirtmişəm, oraları keçirtməliyəm. Bir də yuxarıdakiləri keçirtməliyəm. Hələ oranı tam boşaltmamışam. Oranı da boşaldım, oranı da rezinlərini keçirdim. Bunları çox öncədən taxmışdım. Hardasa qabıyan maşın alınanda. Dedim, 1-2 dənə prob eləyim. Əgər ki, zərər versə, daha istifadə etmərəm. Amma gördüm ki, heç bir zərər verməyib. Hər şey qaydasındadır. Ona görə dedim, elə digərlərinə taxım ki, o hissələri rəngi getməsin. Blenderin qapağını qoymuşam qabıyana. O da belə bu hala düşüb. İndi belə burada isti suyum var. Çalışacağım ki, bunu düzəldim. Birini düzəldə biləcəm, yoxsa yox. Düzəldi qızlar. İsti suyu saldım. Biraz da əlimin əvvəlki formasını qaytarmağa çalışdım. Düzəldi. Yadımdan çıxıb bilmirəm. Səhv eləmirəmsə atmışdım bir dəfə. Onda əyilməmişdi. Nəsə bu dəfə əyilmişdi. Yollar belə quru olanda mən və mənim kombinim uşaqları hazırlığa getirmişəm qızlar. Düzü hardasa bir 6 dəqiqə məsafə var. Sadəcə olaraq belə ərinirəm ayaqqabını hər dəfə geyin çıxart. Ona görə belə şəpitlə gəlmişəm. Üstüm başqa, altım başqa. Gəlir başımın bəlası. Alim oxuyub, dərslərini bitirib. Qaça-qaça gəlir. Qızlar, yolda gedirdim. Nəsə quş səsi gəldi. Elə bildim ki, quşdu, balaları vardı yuvada. Sən demə bu quşuymuş. Sən sakit ol. Güzel. Terezi üçün bu çox qəşəng bir şeydir. Burada əlimiz renk olub. Bunun şirinliyinə baxın. Mini minnoş. Qiyməti də 21 manat. Hətta bu rəngi də var. Qızlar, bizi bu uşaqlar üçündür. Amma istəyirəm bundan özümə də alamayı bir dənə. Tam eyni belə yox. Yəni bu tipdə nazik bir şey. Yaz ayları. Deməli, gəlinimiz xoşlayır belə ürəkli olan dəstləri. Yəni cehiz alan vaxtda ancaq ürəkli əşyalar alırdı. İndi qız olsa, inşallah demişim ona belə ürəkli dəstə hazırlayacağım. Hələ bunun şirinliyinə baxın. Necə qəşəngdir. Qiyməti 18.90. Bu rəngi də var. Çox qəşəngdir. Çox incə zərif görsənmir. Qarı satin ətəkdir. Xoşum gəldi bundan. Qiyməti də 42 manat. Bunların artıq bir dəfə özümə qardağa kombin eləmək istəyirəm, amma ətək tapıb bilmirəm. Deməli qızlar, buraları düzənləyirdim. Sadəcə həmin vaxtı çəkmədim. Dedim, biraz sıxıcı olmasın. Baxın, bunları belə üst geyimlər də bura yığdım.
Bura isə hicablarımı yığdım. Aşağı hissələri də iç geyimlər falandır. İndi isə bu dəsmalları oradakı olanı boşluqlara yığacağım. Belə buraları biraz səliqəyə salırdım. Bir də sizə qızlar makyaj kolleksiyamı göstərmək istəyirəm, kosmetikalarımı. İndi bir o dəsmalları da yerinə yığım. Sonra isə gələk bunlara baxaq. Aha, dəsmalları da yığdım bura, belə. Bu arada qızlar, sizə yaxın olan ünvanı varmı, yoxmu bilmirəm. Amma mən bu dəsmallar, baxın bu, bir də bu, bir də bunu. Özbək malları var, çəki ilə satılan. Bax, oradan almışam. Həqiqətən də çox yaxşı dəsmalları var orada. Düzü geyim almamışam hələ ki, amma belə dəsmalları falan, çay dəsmallarıdır. Onları oradan almışam. Yəni çox yaxşıdır. Sizə yaxın ünvanları varsa gedib baxa bilərsiniz. Həm də ki, qiyməti də yəni çox uyğun düşür. Qiymətinə görə keyfiyyəti də yaxşıdır. Gəlin indi sizlərə kosmetikalarımı göstəreyim. Deməli qızlar, bunu yəqin ki görmüş olarsınız. Şiqlamındır. Rəngi də belədir. Burada isə belə bir aləti var. Pamadanı götürmək üçün içindən. Sonra isə burada yenə bir dəfə şeyindən sifariş etmişdim. Şiqlam məhsulları. Bu da onların içində gələnlərdən biridir. Baxın, belə dodaq nəmləndiricisidir. Qoxusu falan qəşəngdir. Nəmləndirməsi də yaxşıdır. Yəni bunu xoşlayıram. Sonra bu isə pamadadır. Loverknos'dan. Bu firmanı bilmirəm, bəlkə də görənlər var. Normalda bunlar Azərbaycanda bahadır. Amma mən bunları Taobadan sifariş etmişəm. Orada yəni münasib qiymətdir. Məsələn, bir dəqiqə sizə deyəcəm, baxın. Bu palet var. Baxın bu. Bu Azərbaycanda 90 manatdır. Amma mən oradan, yəni hardasa deyim, 20 manata yaxın belə bir qiymət almışam. Yəni ona görə belə şeyləri oradan sifariş edirəm. Yenə də bu Şiqlamın konturudur. Bu isə qızarıqlıqları örtmək üçündür. Bu isə sabitləyicidir. Belə dəhşət sabitləmir. Amma belə yaxşıdır. Bu da yenə tonalinidir. Şiqlamın tonalisi. Bunu bilmirəm. Yəqin ki bu yağlı dərilər üçündür. Çünki mənim üzümdə çox quru qaldı. Bu da bu arada Azərbaycanda 30 yoxsa 32 manat idi, soruşmuşdum burada. Amma mən Shein-dən çox ucuz qiymətə vurdum. Yəni 20 manata yaxın belə bir qiymətə vurdum. Burada short videolarda gördüyünüz, baxın bu. Loverknos'un təzə seriyalarından biri idi. Düzü indi də yeni seriyası çıxıb. Sadəcə olaraq onun 4 bucaq formada da o qədər də xoşum gəlmədi deyə onu sifariş etmirəm. Güzgüsün olub xoşum gəlir. Baxın belə. Yəni bunların işləmələri çox qəşəngdir qızlar. Görürsüz necə? Yəni çox incə işçilikdir həqiqətən. Yəni işlətməyə bir insanın ürəyi gəlmir. O qədər gözəldir ki. Sonra bunu da içini göstərim sizə. Bunu isə qızlar çox öncədən vurmuşdum. Baxın. Bunun işləmələri çox qəşəngdir. Zərləri, o parıltılı olan tonları da qəşəngdir. Belə incə belə zərlər buraxır. Sanki o Şiqlamın stik zərləri var. Bax onlar kimidir bunun da zəri. Sonra onun yenə bir belə liyi var. Bunun da yenə üstü belə işləməlidir. Baxın sizə daha yaxından göstərim. Görürsünüz necə gözəldir. Yəni bunları işlətməyə həqiqətən də qıymıram. Belə alıb yığmışam amma deyəm ki, belə dəhşət istifadə edirəm. Yox, sadəcə olaraq görüntüsü xoşuma gəlir. Belə özləri keyfiyyətsiz olduğuna görə yox ha. Sadəcə olaraq qıymadığıma görə işlətmirəm. Yəni çox şirindilər. O resinkaları pozmaq istəmirəm. Bu da belə kuşon tonalidir. Bunu tam eyni bunu yox, başqa bir qablaşmada olan versiyasını Taobadan sifariş etmişdim. Nəsə o sifarişim gəlmədi. Bu da bilmirəm niyə. Baxın belə bir tonalidir. Bu da yaxşı tonalidir qızlar. Deməli mən üz baxımı eləyəndən sonra yəni üzdə biri gözəl qalır, Sanki belə şüşə kimi olur da. Düzü biraz parıltılıdır amma. Toz pudra olmadığı üçün matlaşdıra bilmirəm, amma matlaşdırsam məncə qəşəng olar. Belə də normalda yenə çox bəyənmişdim bunu həqiqətən. Çox qəşəngdir. Burada var bir dənə qaş sabunumuz, yenə Şiqlamdan. Bunu da bəyənirəm. Sabitləməyi yaxşıdır. Əvvəl almışdım Trendyoldan. Yəni bunun sabitləməyi ondan çox yaxşıdır. Bunu da bəyənirəm. Sonra mənim ən çox istədiyim buydu belə. Yəni bilirsiniz, ayı, günəşi sevdiyim üçün bunları da həqiqətən görəndə çox sevmişdim. Sonra isə yenə Shein-dən sifariş etdim. Bu ənliyi idi. Bu isə onun highlighterıdır. Bunun da parıltısı qəşəngdir. Bunu da üzə istifadə etmirəm. Ən çox göz kənarlarına, yəni göz diblərinə istifadə edirəm. Qəşəng parıltısı var, bunun da bəyənirəm. Ənliyi də bəyənirəm qızlar. Ənliyi də çox yaxşı ənlikdir. Düz az istifadə edirəm, mən görürsünüz. Yəni bir ara buna da qıymırdım üstünü pozmağa. Sonra yavaş-yavaş istifadə etməyə başladım. Bu da yəni çox yaxşı rəngi var həqiqətən. Yəni biraz vurursan, mən çox da belə üzümü qızartmıram. Ona görə bu da yaxşıdır, kifayət edir mənim üçün. Çox az götürürəm də, yəni. Sonra burada Mislindən olan
Bir ədəd 50-likdir. Bunun da 50-liyini bəyənirəm. Bu da qəşəng 50-likdir. Hətta bir də parıltılar da var içində. Bu bronzerdir. Bronzer belə üzümə yox, göz üstünə istifadə edirəm. Revelation'dan belə bir far paletim var. Bunu da çox öncədən almışdım. Bunu da istifadə edirdim əslində. Sadəcə olaraq nəsə bu aralar istifadə etmirəm. Bunun da parıltıları falan çox qəşəngdir. Zərli olan hissələri. Yəni mat olan hissələrini istifadə etmişəm. Hətta biraz da görürsünüz belə üstündə. Bilinir ki, istifadə olunub. Burada var yenə də belə bir parıltımız. Bunu da Timo'dan almışam. Bunun da zərləri biraz digərlərinə baxanda daha belə, necə deyim, yəni böyükdür də. O birisilər çox incə toz kimi zərlərdir. Bunlar yuxarıdakılar görürsünüz necə böyük zərlərdir. Bunu da belə çox istifadə etməmişəm. 1-2 dəfə istifadə etmişəm. Sonra burada var belə pomadalarımız. Bu yenə Shiglam'dandır. Baxın, belə bir rengi var. Bu isə L'Oreal'ındır. Belə. Sonra buradan bir ədəd belə yenə Shiglam'dan olan turşumuzdur. Bunu da çox bəyənirəm. Bundan öncə L'Oreal'dan almışdım. Sonra isə bunu aldım. Qəşəng turşudur, yəni xoş deyirəm. Mənim kirpiklərim də uzundur deyə. Ona görə vəhşi turş qəşəng qalır. Bu da belə Victoria's Secret'dən olan bədən spreyidir. Bunu əvvəl vurmuşdum, deyəsən yay idi. Bu da belə vanillidir və həm də zərlidir. Yəni bundan çox xoşum gəlirdi qızlar, yaydı. Əlimin üstünə falan vururdum. Yəni çox qəşəngdir, işıltı verir. Bu isə İsana'dan olan belə bir dezodorantdır. Bunu da bəyənirəm. Hətta burada göstərir ki, tərkibində 0 alüminiumdur. Bir də qızlar, bunu da yenə short videolarda görmüsünüz. Belə güzgüdür. Yəni çox şirindir arxası. Burada da bir dənə belə kosmetikam var. Bunu Timo'dan almışdım. Şotkalarımı qızlar çox baha qiymətə almışam. Yəni 60 manata. Amma Timo'da gördüm ki, necə olsa yaxşıdır. 18-17 manatdır bu şotkalar. Amma mən bunu o vaxtı Trendyoldan almışdım. Artı 1-2 il bundan qabaq. Onda da Temo yox idi. Orada görmüşdüm, xoşum gəlmişdi rənglərdən. Ona görə oradan almışdım. Yəni sonradan görəndə çox peşman oldum da həqiqətən. Bir də qızlar, makyaj sponcunu mən makyaj təmizləmə yağı ilə yuram. Baxın, belə təmiz olur. Yəni sizdə də varsa makyaj təmizləmə yağı, sponjlarınızı onunla yuya bilərsiniz. O çox yaxşı təmizləyir. Belə makyaj kolleksiyamda belə ətirlərim var. Bunu Shorts'da göstərmişəm. O Zara'dan, bu da Zara'dandır. Bunun qoxusuna dəhşət xoşum gəlir. Çox qəşəng belə elegant qoxusu var. Belə bahalı qoxusu var da. Hətta onu bir dəfə vurmuşdum. Bir xanım soruşdu ki, bəs bakarat vurmuşsunuz. Dedim ki, yox da Zara'dan almışam. Zara'nın ətridir. Bu da belə şirin jasminli, tərkibində jasmin olduğu üçün almışdım. Belə şirin ətirdir. Yaxşıdır, yəni pis deyil. Amma ən çox onu sevirəm. O bitəndən sonra yenə alacağım ondan. Onu da bu arada buradan almışdım. Amma indi İspaniyadan sifariş etsəm daha uyğun qiymətə gələcək. Gəlin sizə Sinsay'dan aldıqlarımı göstərim. Mən belə bir kofta aldım. Düzü bunu evə də yeymiyorlar, belə pijam əvəzdə yeymiyorlar. 4.49'dan yarı qiymətə düşür. Yəni Sinsay'da bilmirəm bütün filiallarında elədimi yoxsa yox, amma Xırdalan filialında sarı etiketləri yenə də 50% endirim olur. Bunu da harcı 2 manat neçə qəpiyə belə almışam. Belə materialı falan da çox qəşəngdir qızlar. Əgər bütün filiallarda belədirsə, yəni bu fürsətdən yararlanın. Sonra belə 2 ədəd qolsuz belə kofta. Bunun da qiyməti yenə yarı qiymətə düşmüşdü. 7.49'dan 50% endirimlə 3 manat neçəsə qəpiyə düşmüşdü. 2 ədəd amma, 1 ədəd yox. Aha, bunlar belə. Bir də əsas parçanı göstərim sizə. Bir dənə baxın qızlar. Belə bir şam almışam. Bu da 8 neçəsə manatdan 4 manat neçəsə qəpiyə düşdü. Yarı qiymətə. Bunun yaşıl rəngi də var idi. Sadəcə olaraq o endirimdə olmadığı üçün bunu aldım. Bunu istəyirəm ki, hamam otağına qoyum, vanna olan otağa. Məncə çox qəşəngdir. Hətta iyi də qəşəngdir. Mən elə bildim ki, iyi bəlkə yaxşı olmaz. Onun üçün belə endirmə qoyublar. İyi də belə saqqız iyisi gəlir. Çox qəşəng iyisi var. Yəni bəyəndim. Qızlar, deməli burada belə supumuz var, mərci supu. Yoldaşım oruç tutduğu üçün belə bişirmişəm. Gələndə də suş alacaq. Burada isə belə hədiyyələrimiz var. Qonaqlarımız gəlmişdi. Yoldaşımın xalası gəlmişdilər. İndi onları da birazdan açıb göstərərəm sizə. Deməli qızlar, supu blenderdan keçirdim. Burası bir ədəd belə tomatımız var. Belə mən atıram, yaxşı olur, bilmirəm siz atırsınız yoxsa yox.
O da dadı verir. Bir də ki qızlar, bunu yeyəndə limonla yeyirik. Limon, bir də Holland pendiri. O ikisini qatanda çox-çox ləzzətli olur. Yəni sınayın. Yəni mənim kimi sushi xəstəsi olan var aranızda. Yəni həqiqətən çox-çox xoşum gəlir də qızlar sushidən. Bilmirəm. İlk əvvəllər təzə-təzə yeməyə başlayanda o qədər də belə ürəyimizdə deyil idi. Həm yoldaşımın, həm mənim. Yəni çox da belə yeyə bilmirdik. Sadəcə olaraq bişmiş, yəni bu variantını yeyə bilirdik. Amma indi isə mən təsəvvürün çiğ balıqlı olanını, yəni hər cürəsini yeyə bilirəm. Yəni indi aranızda ola bilər ki, xoşunuz gəlməyənlər olsun sushidən, amma ki 1-2 dəfə, sonra isə bağımlılıq yaradır. Həqiqətən insan öyrəşir artıq yeməyə. Sushi yeməyə başlayanda ilk dəfə bişmiş növünü sınayın, ondan sonra öyrəşəcəksiniz. Deməli qızlar, gəlin sizə bunları göstərim. Baxın, burada belə 6 ədəd stəkandır bunlardan. Bir də ki, burada isə belə ləpə qabıdır. Elə tam ləpə qabım yox idi. Belə bayrama falan qəşəngdir. Belə qızlar, hədiyyələrimiz də bunlar. Vlogumu isə burada sonlandırıram. Əgər bura qədər izlədinizsə videonu bəyənməyi, yorum yazmağı və kanala abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox-çox önəmlidir qızlar. İnşallah ki, hər vlogda deyirəm, il sonuna qədər 100.000 abunə olmaq istəyirəm. Mənə dəstək olsanız çox-çox sevinərəm qızlar. Dəstək olanlara isə buradan çoxlu təşəkkürlərimi bildirirəm. Hələlik.